həyatında olan xəyanətə görə, həyatında olan itkilərə görə, həyatında olan problemlərə görə qətiyyən bir başqasını suçlama. Suçladıqca suçlamaq enerjisi ilə, negativ enerji ilə, həmin negativ enerji ilə o varlıq alanını var eləyirsən. Günahlandırdıqca daha da sənin daxilinə haqlılıq payını açılır. Sən mənə bunu elədin, sən mənə bunu elədin, sən məni aldatdın, satdın, qatdın, atdın. Günahlandırdıqca artıq beyin neyronların kainatla, ilahi sistemlə sənin arandakı ahəng bu istiqamətə doğru inkişaf eləməyə başlayır. Sən möhtəşəm günahlandıran olursan. Sən masum haqqı yeyilən olursan. Sən daim xəyanətə uğrayan olursan və burada professionallaşırsan. Suçladıqca həyat sənə daha maraqlı, daha mükəmməl, daha egzotik bir senarilər sunaraq eyni şeylərin həyatında təkrar eyni insanlarla və ya fərqli insanlarla yaşanmasını var eləyir. Gözəl insan, bilirəm, o qədər məntiqlidir ki anlatdıqların. Bilirəm, o qədər əsaslıdır ki anlatdıqların. Bilirəm, həyat sənə heç adil davranmadı. İnsanlar səndən istifadə elədi. İnsanlar səni daim yargıladılar, qınadılar. Səndən istədiklərini aldılar və səni buraxdılar. Hamısını bilirəm. Bəs buna qədər yaşadıqların, buna qədər şahid olduqların sənin ürəyincədirmi? Sən xoşnudsanmı bu reallıqlardan? Yox. O zaman yetər artıq. Gəl bir yetər deyək. Gəl bunların hamısını bir çırpıda unudaq. Arzulamadığım, yaşadığım zaman əzab çəkdiyim bu reallıqları mən niyə gündəmimdə, beynimdə, beyin efirimdə, niyə mən bunları beyin efirimdə var eləməliyim? Özün-özünə sual ver. Sənə lazım olmayan heç bir əşyanı üzərində daşımırsan. Sənə lazım olmayan heç bir nəsnəyə para verib almırsan. Bəs səni üzən, səni incidən, səni ağladan bu xatirələri beynində düşünərək təkrar alovlandırıb, niyə enerji verib həyatında canlandırırsan? Gözəl insan, özün-özünə bir sual ver. Həyatınızda baş verən hadisələri, insanları, olayları öz enerjinizlə finans edirsiniz. Öz enerjinizlə canlandırırsınız. Sonra onlara məruz qalırsınız. Gələcəyə doğru yeni negativ suçlama, günahlandırma kömürlər yaradırsınız. Onlar bir odun kimi həyatınıza girirlər, yanırlar, bitirirlər sizi bir müddət. Sonra siz o bitmiş közləri öz göz yaşınızla söndürürsünüz. O közləri kömür kimi atırsınız yenə içinizə. Yenə bir hadisə baş verən kimi o kömürlər başlayır yenə köz olub sizi yandırmağa. Göz yaşınızla yanan odunları söndürdükdən sonra lütfən onları kömür kimi içinizdə saxlamayın. Bax o kömür bu ömrünüzü yedi artıq. Anlatabilirəmmi? Həyatdır bu. İnsanlar çıxacaq qarşımıza, olaylar olacaq, hadisələr olacaq. Biz üzüləcəyik, düzüləcəyik. Amma bir şey bilməliyik. Həyat davam eləyir və baş verən hər bir şey finansmanı sən özünsən. Bunu hal-hazırda qəbul eləməyin mümkün deyil. Ən azından dinlə. Bir qulaq müsafiri ol. Hal-hazırda yaşadığın hər bir şeyin finansmanı, günahkarı, səbəbkarı mənəm deyərsənsə, o kömürlərin, o közlərin acısı hafifləyəcək. Fərqinə vararsan ki, bu həyat sənin həyatındır və bu həyatda baş verən hər bir şey sənlə bağlıdır, sənin seçimlərin, sənin çəkimlərin. Hər bir şey sənin seçimin və sənin çəkimindir. Bunu qəbullənmək asan deyil. Əlbəttə, mən mi istədim filan kəs
mənə xəyrət eləsin. Mən mi istədim belə bir zərərə düşüm? Mən mi istədim başıma bu hadisələr gəlsin, bu qəza, bu bəla? Mən mi istədim? Bəs kim istədi? Kim? Başqaları mı? Başqalarının elə bir qüdrəti, gücü mü var? Sənə istəmədiyini yaşatma. Əgər başqalarının sənə elə bir gücü, qüdrəti varsa, sənə istəmədiyini yaşada bilirlərsə, o zaman bu dünya bir ədalətsiz yer deyilmi? O zaman səni və başqalarını var eləyən qüvvə ədalətsiz və zülmkar deyilmi məntiqlə? Hə? Məntiq anlayırsanmı? Sən bir başqalarını qınadığın zaman, suçladığın zaman əslində sistemin tamamını tənqid edirsən, sistemin tamamına üsyan edirsən və özün bilərək və ya bilməyərək mənfi bir dünya yaradırsan və yaratdığın dünyada var olursan, yaratdığın həqiqəti yaşayırsan. Gözəl insan, əgər həyatını dəyişmək istəyirsənsə, düşüncələrini dəyişməlisən. Düşüncələrinizə diqqət edin. Davranışlarınız, vərdişləriniz, həyatınız, talihiniz tam döngünüz olar. Hal-hazırda etmən gərəkən nədir? Birinci növbədə daxilinə yönələrək həyat eşqini, həyat motivasiyasını öz daxilində tapmaq və başqalarını suçlamaqdan vaz keçmək, özünü qınayaraq, bunu da bir müddət, sonra özünü də qınamayacaqsan, qınayaraq nə olmuşdursa həyatımda mənim bilərək və ya bilməyərək istəyim daxilində olmuşdur, bunları qəbullənirəm və yeniliyə baxıram, önümə baxıram, gələcəyə baxıram. Artıq mən bugünə qədər yaşadıklarımla, bugünə qədər ki, o söndürdüyüm odunların kömürləri ilə uğraşmıram, yeni qapı açıram. Nəyə görə insanların gözləri ön hissədədir? Burada gözümüz yoxdur, nəyə görə? Çünki önə baxmaq lazımdır, gələcəyə baxmaq lazımdır. Hal-hazırda bu video sənin qarşına çıxdısa və hava su kimi sənə fayda verdisə, sənin nəzərində olan bir neçə doğma əziz insanın var ki, onların da bu fikirlərə ehtiyacı var. Və onları da bu fikirlərdən məhrum buraxma, videonu paylaş, həmin o 3 ya 5 nəfər insan var ki, sənin həyatında, onların hal-hazırda elə bir həyat dalanına, tüpükünə daxil olublar ki, labirintə daxil olublar ki, onların bu fikirlərə ehtiyacı var. Bu fikirləri paylaş, bu videonu paylaş onunla, qoy o da həyatına yeni bir baxış bucağı gətirsin. Yaxşı ki varsan, Allaha yarsan, sən bir möcüzəsən, amma bunu bilmirsən. Tənha kimsəsiz gəzən, dərdə, qəmə tək dözən, ağlayıb dodaq büzən, bezməyindən də bezən, sənsən sənin möcüzən. İnsan nə qədər sıxılarsa, nə qədər dibə düşərsə, oradan yüksəlişi o qədər reallaşar. Qul sıxışmadan Hızır yetişməz. Belə bir söz var. Sən bil ki, yaşadığın heç bir ağrı, izdırab, acı boşuna deyil. Haqq şərləri xeyr eylər, zənn etmə ki, qeyr eylər. Görəlim Mevlam neylər, neylərsə gözəl eylər. Həyatın dəyişəcək, hər şey daha möhtəşəm olacaq və arzularını yaşayacaqsan. Dostunla paylaş bu videonu. O hal-hazırda qəmli və nəmlidir. Təşəkkürlər.